Bura Şirvan şəhəridir, Üzeyir qardaşımızdır. Hoş geldiniz. Bizim bura sevimli məkanlarımızdan biridir. Qızılgül restoranıdır bura. Biraz qapalı yerdədir. Sərhəd müəllimin yeri. Sakitlik, ailə deyəndə ki, yəni bizi tərəflikdə onsuz başqa söhbət yoxdur ki, abır, həya, ismət. Bizi tərəfdə hər yerə ailə canlı gedə bilərsən. Gözəl məkandır, sakit məkandır. O əvvəlki elektrik stadionu da lap yaxınlığında, möhkəm tullansın, gedib düşərsən ora. Bir neçə dəfə oturmuşam burada. Qiymətləri normaldır. Yeməkləri təmizdir. Yəni bilirsiniz, mən heç kimi pula görə, nə bilim, qulluğa görə reklam eləmirəm. Atamın da yeri olsa pisdirsə deyəcəm pisdir. Yaxşıdırsa deyəcəm yaxşıdır. Sakit məkandır. Altı bazarı yarım gün, bir gün vaxtı tapsın əsəbi sakitləşdirməyə gələ bilərsən. Gəlməyi məsləhətdir. Yəni öz cuşuya çəkilə bilərsən də. Buradakı təncin altında yerlər var. Harda desəm susulu qoy yaşıllıqda otur. Gölün içində otur. Bu qədər. Hamımıza bütün Azərbaycan xalqına rahat həyat və gözəl istirahətlər. Bu qədər.